Sintaktik yol sözlərdir. Bayaqlar dedik, indi də deyirik sözlərdir. Hansılardır sözlər? Məsələn, tün, zil, sonra olduqca, çox və s. Ən, lap və s. Tün sözü, yazaq tün. Tün sözü, sözə bitişik yazılır, dərslə yazılır. Məsələn, tünd qara. Tünd qara. Baxın, dərəcə bildirdi və dərslə yazıldı. Hə, bu sifətdir də, dərəcə bildirdi. Sifətin, qara sifətdir. Sifətin çoxaltmasını bildirdi. Əgər belə versə mənə, versə tünd çay, dərslə yazılmadı, özündən sonra isim gəldi. Onda burada tünd sözü sadəcə özü sifətdir və adi dərəcədədir. Gərək dərəcə bildirmək üçün çoxaltma dərəcəsini bildirməkdən ötürü özündən sonra sifət gəlməlidir. Burada isim gəldi. Deməli, dərəcə bildirməlidir. Özü adi dərəcədədir. Sonra zil sözü ayrı yazılır. Məsələn, zilqara. Sonra belə, yəni ki, dümağ, düm hissəciyi var. Dümağ. Belə, yəni çoxaltma dərəcəsində ən çox, lap çox, olduqca maraqlı. Yəni, bunlar özündən sonra gəlir. Yəni, bizim çaşdığımız ən çox tünd sözü olacaqdır ki, tünd sözü dərslə yazılıb, sifətin dərəcəsini bildirir. Sifət gəlirsə, onda çoxaltma dərəcəsidir. Yox, tünddən sonra isim gəlirsə, bu artıq adi dərəcədədir. Bunun çoxaltma dərəcəsini götürə bilmərik.